Salam hamınıza dostlar. Bu videoda Xiaomi Redmi Note 12 5G adlı smartfon incələyirik və başlayaq. Dostlar, bu telefon haqqında məlumat almaq istəyirsinizsə, yəni ətraflı və bu telefonu almaq istəyirsinizsə və məlumata ehtiyacınız varsa, video sizə görədir. Davamı gəlir. Başlayırıq. Dizaynla başlayaq dostlar. Dizaynı mənim xoşuma gəlir, baxmayaraq ki, köhnə telefondur. Aşağı tərəfdən çərçivəsinin biraz qalın olması xaric dizaynı pis deyil. AMOLED ekranı falan filan var. Onda birazdan baxacağıq. Dostlar, bildiyimiz kimi dostlar 5G-ni dəstəkləyir bu telefon və 188 qramdır. 2022-ci ilin oktyabrında anons olunub, yanvar ayında 2023-ün satışa çıxıb və bu telefon dostlar necə deyək, IP53 sertifikatına sahibdir. Sadəcə su sıçramalarına qarşı bir dayanıqlılıq mövcud idi bunda. Və ekran qismində isə dostlar AMOLED ekranımız mövcuddur. 120 Hz-lik bir ekran idi bu və 1200 nit parlaqlığa çıxırdı. 120 Hz idi və Full HD Plus çözünürlükdə idi dostlar. Ekran qoruması isə Corning Gorilla Glass 3 idi. Android 12 ilə gələn telefonumuz MIUI 14-13, yəni beynəlxalq olaraq MIUI 14, bəzi yerlərdə isə MIUI 13 aracından istifadə edirdi. Snapdragon 4 Gen 1 ilə işləyir telefonumuz və octa-core, yəni 8 növbəli prosesordan istifadə olunmuşdu. Adreno 619 yaxşı prosesor idi vaxtı ilə. İndi də istifadə etməyə yarayır dostlar. Yəni hal-hazırki dövrdə də pis deyil. Dostlar, telefonumuz yəni nətər deyək, SD kartı dəstəkləyir və maksimum 256 GB daxili yaddaş və 8 GB RAM-la gəlir. UFC 2.2-ni dəstəkləyir. Bu da pis yaddaş deyil. Yəni hal-hazırki dövrdə də bu telefonu almaq istəyirsinizsə dostlar, yəni ala bilərsiniz. Əsas kameramız 48 megapiksel, yəni bu yaxşı kamera idi. Gecə vaxtı yaxşı şəkil çəkə bilir. Bir ədəd 8 megapiksellik geniş bucaqlı kameramız, bir ədəd 2 megapiksellik makro kameramız mövcud idi. Selfie kameramız isə dostlar 13 megapiksel və 1080p 30 fps video çəkir. Gecə vaxtı yaxşı deyil, ancaq gündüz vaxtı normal idi. Dostlar, bir ədəd kolonkamız var və qulaqlıq girişimizi dəstəkləyən telefonumuz NFC ilə dəstəkləyirdi. Həmçinin telefondan necə deyək, pult kimi də istifadə edə bilirsiniz. 5000 mAh bateriyamız 33 Wh zaryadka ilə dəstəklənirdi və barmaq izi sensor, yəni qıraqda yerləşdirilmişdi çərçivənin sağında. 360.745 Antutu halı isə hal-hazırki dövrdə polnu bəsdir. Dostlar, telefonu əgər ikinci əl olaraq almaq istəyirsinizsə ala bilərsiniz. Həqiqətən işinizə yarayasıdır. Oldu dostlar, bu videodan bu qədər. Sağ olun, salamat qalın.